Yəni belə bir cəmiyyətin içərisində mütləq o maneələr var və inanmıram ki, elə bir insan olsun ki, dünyada sevginin nə olduğunu bilməsin, ya sevgini yaşamasın, ya görməsin. Sadəcə o necə ki bir adam bir şeyi bilər, amma onun ötürməsini necə ötürüm onu bilməz. Hər bir şeyin bir metodu var. O metodu bilmir, ötürmə yollarını bilmir. Sevgisini ötürə bilməyən insanlar var. Sevgini dərk eləyib, anlayıb, hətta onu ən belə bəsit mənasında qəbul edib, hissi yaşayıb, amma onu ötürə bilməyən insanlar var. Bu insanlar da yetişdirən ailə deyil artıq, cəmiyyətdir. O cəmiyyət onun açılmasının qarşısını alır. Yəni bizik. O cəmiyyət deyəndə kimdir? Mesela bizim evimizdə övladlarımız yaşayır. Bizim ata-analarımız məgər bizə belə tərbiyə verib? Yox, onların verdiyi tərbiyə qədər biz yaxşıyıq. Və uşaqlarımız ancaq bizdən alırmı tərbiyəni? Mən də onu demək istəyirəm. Növbəti hissəni aldıqları yer ki, cəmiyyətin özüdür. Çıxdıqları, o düşdükləri ortamdır. Sadəcə bir müddətdən sonra hər bir şəxsin, müəyyən bir səhvlərindən, düzlərindən sonra hər bir şəxsin özünün o arınma, təmizlənmə dövrü var. Artıq anlayır ki, nə doğrudur, nə... Gec olmurmu bəzən? Heç vaxt gec deyil. Bütün səhvləri edib 50 yaşında artıq keçmişdə etdiyin səhvləri anlayıb təzə ağ kağızdan başlamaq olurmu? İnsan üçün mümkün olmayan heç nə yoxdur. Elə bir varlıqdır ki... O heç də. İnsan üçün mümkün olmayan... Yəni, onun haqqı yoxdurmu sizcə? Yəni, bir insan dərk eləyib, dərk eləməyən belə dəyişdirir həyatını. Mənə elə gəlir ki, hər şey bugün başlamaq lazımdır. İnsan yaşlandıqca daha çox... Niyə? Çünki gözəlliyin nə olduğunu, yaşamağın nə olduğunu, həyatın nə qədər mənalı olduğunu və mənaların harada yerləşdiyini insan yaşadıqca başlayır anlamağa.